Dostlar, kanalıma və videoma xoş gəldiniz. İşləvə gəlsə mən Nigar. Bugün bir dəstəyən universitetə gedirəm. Çünki limitdəyəm, məcbur gedirəm, getmək kəsilirəm. Belə bugünkü geyimim bu şəkildədir. Atışdıram. İndi yemək yeyirəm dostlar. Normalda mən səhərlər heç vaxt acmıram. Çünki tezdən oyanıram 6-da və ürəyim bulanır, həm də ac olmuram o saatlarda. Amma bugün nəsə qəribə şəkildə biraz az oyanmışam. Ayrıca ürəyim bulanır yəni. Şokolad yiyəcəm. Normalda bu aralar qidama fikir verməyə başlamışam. Çünki bir ara o qədər sağlıqsız bəslənmişdim ki, yəni həqiqətən orqanizmim mənim əlimdən bura yığılmışdı. Ona görə də bu aralar biraz sağlıqlı qidalanıram. Deməli, bugün Hünkar bəyəndi var menümdə. Mən aşırı dərəcədə düşməklərini çox sevirəm. Xüsusilə də bu yemək, Hünkar bəyəndi, aşırı dərəcədə bayılıram. Yəni, çox dadlı yeməkdir. Məncə, evdə sınıyın deyirəm. Həqiqətən çox dadlıdır. Pişirilməsi də rahatdır bu arada, yəni çətin deyil. Biraz vaxt apar, amma çox yaxşıdır. Olsun mənə. Dostlar, gəldim parka bugün rolik sürməyə. Normalda mən hər axşam saat çalışdığım qədər gəlib rolik sürürəm burada, parkda. Bu arada Gənclik parkındayım. Gənclikdə açılmış bir şəvari adına parkda nədirsə oradayım. Rolik sürmək mənim uşaqlıq aktivitemdə həqiqətən. Uşaq vaxtı o qədər sürürdüm ki, sonra dərslər falan araya girdi, biraz ara verdim. Amma artıq yenidən başladım. Çox yaxşı bir şeydir. Əgər sürə bilirsinizsə, gəlin mütləq sürün. Hello guys, bugün ikinci gündür. Hələ də günlərin adını Azərbaycancasını bilməyən bir insanam. Bugün uşaqlığımın, ərgənliyimin, bugünkü günümün ən favori müğənnisi olan Fatma Turgutun konserti var. Ora gedəcəyik. Çox mutluyum, saçımı elədim. İndi gəlirəm TikTokda canlı açam. Yəni canlı açacaq da makyaj eləyəcəm. Rəya Hanımın muhteşem değişimi. Affet bu gece ölmek isterim. Ben de bir mezar olmak isterim. Karanlığı elimle görmek istedim. Seni çok özledim. Ellerim titriyor. Ah bir ateş basıyor. Hello guys, bugün 4-cü gündür. Direkt 2-ci gündən tullandım 4-cü günə. Çünki heç bir vlog çəkmədim. Niyə çəkmədim? Açığı belə boş bir gündür. Ona görə də heç bir şey etmədim. Heç vlog çəkməkdə belə bir ağlıma gəlmədi. Yəni elə bir boş bir gün keçirdim. Necə bir dənə aktivite elədim, filmə baxdım. Mən ümumiyyətlə filmə baxmağı çox sevirəm. Yəni boş vaxtlarımda xarici filmləri, xarici diziləri izləməyi çox sevirəm. Ümumiyyətlə beyin yakan bilim kurgu filmlərini, bir də fantastik dünyanın filmlərini daha çox sevirəm. Məsələn, dünən baxdığım kinonun adı The Lord of the Rings, məncə çoxunuza eşitmişsiniz, Yüzüklərin Əfəndisi. Baxdığım filmləri bir insanlara önərməyi o qədər çox sevirəm ki, yəni həqiqətən istəyirəm ki, ətrafımdakı insanlar da baxsın. Böyük ehtimal aranızda Christopher Nolan'ı tanıyanınız var. Məsələn, onun çəkdiyi tipli kinolar, yəni filmlər yəni mənə xitab edən filmlər, mənim kafamda olan filmlərdir. Yəni məsələn ən favorilərim Interstellar, Inception, Prestige. Yəni çox qəşəng filmlərdir, çox beyin yandırır, amma bir o qədər də mükəmməl ötəsi bir filmdir. Hərçənd ki mən kimə tövsiyə eləmişəm, heç kəs baxmayıb, heç kəsə xitab edən bir film deyil. Çünki ətrafımda baxanların çoxusu gedir türk dizilərinə baxanlardır, romantika sevənlərdir. Amma mən məsələn bu dizi baxdığım filmlərdə romantika çox yoxdur da. Baxmısınızsa bu filmlərə yorumlarda qeyd eləyin. Baxmamışsınızsa da gedin baxın, yəni ciddi mənada deyirəm, peşman olmarsınız bu filmlərə baxmağı. Filmə baxmağı sevirsinizsə, sizə bol-bol tövsiyələr edə bilərəm. Hətta bununla bağlı videolar belə video çəkə bilərəm ki, yəni baxdığım filmlər və onun yorumlaması barədə videoda çəkə bilərəm istəsəniz. İstəyirsinizsə də yorumlara qeyd edin bunu da. Bu qədər dostlar. Gün içərisində də əgər bir şey etsəm, yenə də deyirəm, böyük ehtimal heç də etməyəcəm. Amma etsəm, yəni çəkərəm, yəni böyük ehtimalda gedərəm rolik sürərəm, yəni idman əvəzi. Neysə.
Öncədə saat 12-dir və biz diyet miyəsə günün səhərini Herkulesdən başlayandan sonra axşam biz şaurma demişik. Tropik meyve salatası falan. Tropik. Özdə saat 12-də. Sonra da deyirik niyə kuryer çağırdı. Rezillik. Bunu heç kim bilməməlidir. Bir sizlə bizim aramızdadır. Sabahınız xeyir. Yenidən bugün bazar günüdür. Və biraz tez oyandım çünki dərs oxuyacağam. Bir gün sabah imtahanımdır. Və gəldi o lənətli iyun ayı. Bəli, imtahan ayı. Və yenə həmişəki kimi neylədim, qəhrəmanlıq elədim və bir gün qalmışa buraxdım. Hələ qəbullara bilmirəm. Dostlar, indi kofemi içirəm, girəm, başlayam dərslərə. Bu arada imtahanım daxili xəstəliklərdəndir. Yəni 2 dənə endokrinologiya və hematologiyadan verəcəyik. Neyse arkadaşlar. Bugün imtihana gedirəm. Başladı o qara günlər. Bu arada imtihanım daxili xəstəliklərdəndir. Bu arada belə giyinmişəm, hava da sərindir, azıcıq üşünə gəldi. O gün orta istəyirəm düşəcəyimi bildiyim üçün belə giydim. Bu arada imtihana 100 aldım. Neyse, PDF idi zaten. Yəni imtahandan çıxdıq, uşaqlarla getdik, antikafedə oturduq, məsəl üçün onu oynadıq, mafiya oynadıq. Orada yəni başımıza gəlməyən qalmadı. Bunları çəkmək istəyərdim, amma heç cürə ağlıma gəlmir ki, mən bu Merat kameranı götürüm, çəkim və bunu sizlərlə paylaşım. Çox vaxt belə şeylər Instagramda falan paylaşıram. Yəni ona görə də Instagramda və TikTokda məni takip etməyi unutmayın. Bəli vlogda. Bu qədər dostlar. Vlogumu bitirirəm. Deyirəm, neçə həftə sonra yenidən görüşərik. Bye bye. Öpdüm. Özünüzə yaxşı baxın. Kanalıma abunə olun.